İmam Həsən o zəhərli suyu içdi, rəngi saraldı, gördü ki, ciyərləri parçalanır. Durdu, oturdu, dedi, gedin Hüseyni çağırın. İmam Hüseyin eşidəndə qardaşı çağırır. Xanım Zəhra deyib, mənim Həsənimi çox yad eləyin, az onun müsibətini yad eləyirsiniz. Oturdu, İmam Hüseyin eşidəndə qaça-qaça gəldi deyirlər. Bilmirəm nə vəziyyətdə gördü İmam Həsəni. Daxil oldu otağa, deyir, elə ucadan ağladı, qucaqladı, bağrına bastı İmam Həsəni. İmam Həsən göz yaşı içində dedi, ağlama Hüseyin, la yevməkə yevmik ya Əbu Abdillah, heç bir gün sənin günüvə çatmaz. İki imam, biri Zeynəbə deyib, get, biri deyib, gəl. Hüseynin başı Şimrin əlində olanda gözü təlli Zeynəbiyə deyildi. Zeynəb oradan baxanda İmam Hüseyin deyildi, bacı gəlmə bura. Amma İmam Həsən dedi, Zeynəb